Hər vaxtınız xeyir olsun, dəyərli müəllimlər, müdavimlər. Mən Natılan Camalzadə, kurikulum üzrə təlimçi, hər birinizi salamlayıram. Bu günləri kurikulum 2026 test bankında Jung'un psixoloji tiplər nəzəriyyəsinin izahını verəcəm. Və izaha başlamamışdan əvvəl onu qeyd edim ki, bu nəzəriyyədə bir qədər dəyişiklik olub. Amma köhnə kitabla ümumilikdə məzmun eyni qalıb. Sadəcə olaraq bir-iki dəyişikliklər var ki, yəni ekstravertlərin düşünmə forması və yaxud qərar verməsi, introvertlərin düşünməsi və qavraması və yaxud qərar vermə funksiyaları bir qədər deməli əlavələr ediblər və onu da qeyd edim ki, siz əgər kurikulum biliklərinizi artırmaq istəyirsinizsə, situasiyaları təhlil etmə qabiliyyəti, situasiyaları yaxşı şəkildə işləmək istəyirsinizsə, bizim sınaq qrupumuza qoşula bilərsiniz. Sınaq qrupumuz aprel ayının 15-i açılacaqdır. Qrupa qoşulmaq üçün 050 837 0305 nömrəsinə yazaraq geniş məlumat əldə edə bilərsiniz və onu da qeyd edim ki, sınaq qrupumuza yalnız bir dəfə ödəniş etməklə qoşulacaqsınız. Yəni bir dəfə ödəniş edib aprel ayının 15-i qoşulacaqsınız. Düz imtahan gününə qədər sizi sınaqlarla təmin edəcəyik. Burada yalnız sınaq işləməyəcəksiniz. Həm də sınaqların cavabları, açar məqamlar sizə göndəriləcəkdir. İndi isə başlayaq sualın izahına. Birinci sualda qeyd olunur ki, müəllim sinifdə yeni mövzunu izah etdikdən sonra şagirdlərdən bəziləri müzakirəyə qoşulur. Bəli, bəziləri müzakirəyə qoşulur. Digərləri isə sadəcə qeydlər aparıb, dərsin sonunda fərqli, ancaq geniş fikir bildirir. Deməli, biz situasiyadan nəyə anladıq? Bəziləri müzakirəyə qoşulursa, müzakirə edirsə, deməli bunlar ekstravert şəxslərdir. Bəziləri isə müzakirəyə qoşulmur, qeydlər aparır, dərin fikirləşir, geniş fikirləşir, sonda da yaxşı bir fikir bildirirlərsə, bunlar nə olur? Bunlar da olur introvertlər. İndi deyir, bu zaman müəllim psixoloji tiplər nəzəriyyəsinə əsasən doğru pedaqoji şərhi hansı olar? Bilirsiniz ki, iki cür şəxsiyyət forması var, introvert və ekstravert. Ekstravert insanlar arasında olmağı sevir, tək olanda tez darıxırlar, yeni insanlarla tanış olmaqdan çəkinmirlər, tez ünsiyyət qururlar, qrup işində, müzakirələrdə, təqdimatlarda özlərini rahat hiss edirlər. Amma introvertlər onların əksidir. Səs-küydən, çox insan olan yerlərdən yorulurlar, təklik onlara enerji verir, az amma güvəndiyi insanlarla dostluq edir, tədricən açılırlar, dərhal özlərini göstərə bilmirlər, amma daxili aləmləri zəngindir. Biz introvertə özünə qapanan deyə bilmərik. Yəni və yaxud insanlarla ünsiyyət qurmağı sevməyən deyə bilmərik. Sadəcə olaraq, onlar ünsiyyət, müzakirə uzananda onlar yorulurlar. Onlar belə deyək də, az danışmağı xoşlayan adamlardır. Biz indi bildik şəxsiyyətin tipləri hansılardır? İndi cavablara baxaq. Deyir, deməli, müzakirəyə qoşulanlar daha fəal olduqları üçün mövzunu yaxşı mənimsəmiş sayılırlar. Xeyr, elə demək olmaz. Demək olmaz ki, elə kim müzakirədə iştirak. Müzakirəyə qoşulan ekstravertdir. Müzakirəyə qoşulmayıb, qeyd aparıb, dərsin sonunda fərqli geniş fikir bildirən introvertdir. O deyə bilmərik, biz bu situasiyaya uyğun olaraq deyə bilmərik ki, introvertlər mənimsəməyibdir. A bəndə getdi. Deməli, qeyd aparan şagirdlər mövzunu anlamaqda çətinlik çəkdikləri üçün dərs prosesində pasiv qalırlar. Xeyr, onlar mövzunu çətinlik çəkmirlər mənimsəməkdə. Çünki görürsünüz, sonda fərqli geniş fikir bildirirlər. Onlar düşünürlər. Daxilən, öz aləmlərində düşünürlər. Onlar təhliyi sevir. Daxili aləmdə olmağı sevir. Ona görə B də yanlışdır. Deməli, şagirdlərin enerji istiqamətləndirmə, məlumatı emal etmə tərzləri bir-birindən fərqlidir. Bəli, mən izahda da qeyd etmişəm ki, indi mənim izahımı dinləyən müdavimlərim bilirlər ki, yəni dedik ki, Jung insanları iki əsas psixoloji ölçüyə bölüb. Enerji istiqamətində informasiyanı emal etmə. Enerji istiqamətində də olur ekstravert və introvert. Həqiqətən də belədir. Doğru cavab C bəndidir. D-yə baxaq. Deməli, sinifdə ümumi iştirak səviyyəsi qeyri-bərabərdir. Xeyr, bu da yanlışdır, getdi. Deməli, seçdiyimiz izah üsulu bütün şagirdlərin öyrənmə ehtiyaclarını eyni dərəcədə qarşılamır. Xeyr, belə deyə bilmərik. Biz situasiyaya uyğun olaraq doğru cavab C bəndi. Növbəti ikinci suala baxırıq. İkinci sualda nə deyir? Psixoloji tiplər nəzəriyyəsinə uyğun gələn, uyğun müəllim davranışı ilə bağlı hansı fikir daha uyğundur?
psixoloji tiplər nəzəriyyəsinə uyğun müəllim davranışı ilə bağlı hansı fikir daha doğrudur? Müəllim şagirdlərin fərdi psixoloji xüsusiyyətlərini nəzərə almasını tələb etsə də, bu xüsusiyyətlərin təlim nəticələrinə real təsir göstərmədiyini qəbul edir. Xeyr, müəllimlər, niyə real nəticələrə təsir etməsin? Müəllim şagirdlərin psixoloji xüsusiyyətlərini nəzərə almalıdır. Ekstravertlərə onlara uyğun tapşırıq, introvertlərə onlara uyğun tapşırıq verməlidir. Hərə də özünə uyğun tapşırıq etdikdə öyrənmə daha dərindən olur, təlim nəticəsi də daha mükəmməl, daha real mənimsəmiş olur. Bu yanlış fikirdir axı. Abəndi getdi. Müəllim bütün şagirdlər üçün eyni təlim strategiyası tətbiq etsə də, psixoloji tiplər nəzəriyyəsinə görə bu yanaşma fərqlərinin aradan qaldırılmasına xidmət etdiyi üçün məqsəd uyğun hesab olunur. Müəllim deyir ki, psixoloji tiplər nəzəriyyəsi var. Deyir ki, müəllim bütün şagirdlər üçün eyni təlim strategiyası tətbiq etsə də, eyni təlim strategiyası tətbiq edə bilməz axı bütün şagirdlərə, çünki şagirdlər müxtəlifdirlər. Psixoloji tiplər nəzəriyyəsinə görə bu yanaşma fərqinin aradan qalxmasına xidmət etdiyi üçün məqsəd uyğundur. Eyni tapşırıq verir ki, müəllim, psixoloji tiplər aradan qalxsın da, yəni ekstravert, introvert olmasın, elə hamı eyni tapşırıq işləsin. Doğrudur sizdə bu? Təbii ki, yox. Müəllim şagirdlərin fərdi psixoloji xüsusiyyətlərini nəzərə alaraq, bəli, eyni təlim məqsədinə, görürsünüz, eyni təlim məqsədinə müxtəlif metodlarla çatmağa çalışmalıdır. Çünki psixoloji tiplər təlim prosesinin gedişinə və nəticəsinə təsir göstərir. Müəllimlər, görürsünüz, eyni təlim nəticəsinə, eyni mövzuya, yəni müxtəlif metodlarla çatmağa, yəni müxtəlif strategiyalar seçir ki, psixoloji tiplər təlim prosesinin gedişətinə və nəticəsinə təsir göstərsin. Çünki ekstravertlərə onlara uyğun tapşırıq, introvertlərə onlara uyğun strategiya verməlidir ki, yəni bir nəticə olsun. Doğru cavab yenə C bəndidir. Müəllim şagirdlərin fərdi psixoloji xüsusiyyətlərini nəzərə ala bilər, ancaq bu xüsusiyyətlər yalnız sinif daxili davranış, xeyr, niyə davranışda? Bu elə idraki fəaliyyətdə də olmalıdır, getdi. Müəllimin əsas şagirdlərin idrak səviyyəsinə fokuslanması, emosional və davranış xüsusiyyətləri isə ikinci dərəcəli amil kimi nəzərə alınması tövsiyə edir. Xeyr, bu da olmaz ki, yəni ancaq idraki fəaliyyət, emosional, davranış, münasibət bunlar ikinci planda qalsın, bu da olmaz. Doğru cavab təbii ki, C bəndi. Üçüncü suala baxırıq. Müəllim müşahidə edir ki, şagird qrup müzakirələrində nadir hallarda iştirak edir. Buna baxmayaraq mövzunu dərindən təhlil edir. Argumentlərini əsaslı qurur. O şifahi cavab verməzdən əvvəl düşünməyə ehtiyac duyur. Müəllim bu müşahidəyə əsaslanaraq hansı qərar versə daha doğru olar. Deməli biz görürük ki, bu uşaq introvert uşaqdır. Yəni situasiyadan aydın olur ki, bu introvertdir. Çünki görürsünüz, qrup müzakirələrində nadir halda iştirak edir və amma buna baxmayaraq dərindən təhlil edir və şifahi cavab verməzdən əvvəl də dərin düşünür. Şagird müzakirələrə daha tez-tez söz almağa təşviq etmək. Xeyr, bu uşaq müzakirəni sevmirsə, mən bunu niyə tez-tez müzakirəyə salım? Onsuz da bu uşaq bundan bezəcək. A, getdi. Yazılı və şifahi fəaliyyətlər arasında balans yaratmaq. Xeyr, burada demir ki, yazılıda işlədi, şifahidə işləmədi və yaxud şifahidə işlədi, yazılıda işləmədi. Bu da doğru deyil. Qrup işlərində onu daha çox icra edici rollara yönəltmək. Xeyr, bu qrup işindən tez yorulan uşaqdır. Və biz buna icra edici xüsusiyyətlər versək, daha çox yorulacaqdır qrupun idarə edilməsində. Çünki bu axı təhliyi sevirlər. Bu da getdi. Düşünmə tələb edən yazılı fəaliyyətlər əsasında təlimi təşkil etmək. Bəli, bu şagirdlərə düşünmə tələb edən yazılı fəaliyyətlər. Çünki bunlar müzakirələrdən yorulurlar axı. Doğru cavab D bəndir. Yəni, müəllim bu qərarı versə daha doğru olar. Şagirdin şifahi cavablara daha fəal cəlb etmək. Xeyr, bu da yanlışdır. Doğru cavab D bəndir. Dördüncü suala baxırıq. Müəllim şagirdin dərs zamanı konkret situasiyalarla bağlı tapşırıqla fəallıq göstərdiyini, deməli, bəzi situasiyalar var ki, konkret situasiyalar var ki, bu dərsdə, bu situasiyalarda bu uşaq fəallıq göstərir. Həmin fəaliyyətdə nəticə yönümlü işlədiyini müşahidə edir. Ümumi müzakirə və nəzəri izahlar uzandıqda onun diqqəti zəifləyir. Görürsünüz, müzakirə uzandıqda diqqəti zəifləyir. Bu müşahidəyə əsasən müəllimin doğru pedaqoji qərarı hansı olar? Şagirdi daha çox anlayışların izahına və nəzəri müzakirələrə cəlb etmək təbii ki, bu olmaz. Çünki bu uşaq müzakirə uzandıqda diqqəti zəifləyir, yorulur, getdi.
Dərs materialının müşahidə, tətbiq, konkret fəaliyyətlər üzərində qurmaq. Bəli, çünki o konkret bir mövzular var ki, orada aktivlik göstərir. Ona görə də biz dərs materialının müşahidə, tətbiq və konkret fəaliyyətlər üzərində qursaq ki, bu uşaq çox yorulmasın. Görürsünüz, konkret fəaliyyətlər. Bu daha yaxşı qərar olar. Doğru cavab B bəndi. Şagirdə geniş yazılı izah və refleksiya tələb edən tapşırıqlar vermək. Xeyr, geniş verməyin nə məqsədi var ki? Yəni bu geniş versən nə olacaq ki? Getdim. Mövzunun nəzəri əsaslarını möhkəmləndirmək üçün əlavə oxu materialı təklif etmək. Demir ki, bu uşaq oxuda çətinlik çəkir ki, və yaxud nəzəri məlumatları mənimsəmir. Bizim situasiyada elə şey yoxdur axı. Getdim. Şagirdin fəallığına əsasən şifahi müzakirələri məhdudlaşdırmaq. Xeyr, niyə şifahi müzakirələrdən məhdudlaşdırırsan? Bunu tam müzakirədən məhdudlaşdırmaq da olmaz. Çünki bu uşaq onda ünsiyyət bacarığı, dinləmə qabiliyyəti olmayacaq axı. Bu da yanlışdır. Ən doğru cavab elə B bəndidir. Növbəti 5-ci suala baxırıq. Müəllim müşahidə edir ki, şagird mövzu ilə bağlı anında fikir bildirmir. Lakin bir müddət sonra mövzunun mahiyyətini dərindən açıqlayan fərqli yanaşma təqdim edir. Bu şagirdin davranışı hansı tipə aid etmək olar? Baxın, siz buna baxanda görürsünüz ki, söhbət introvertdən gedir. Çünki anında fikir bildirmir. Bir müddət sonra isə mövzunu mahiyyətini dərindən açır, fərqli yanaşma təqdim edirsə, bu təbii ki, introvertdir. Amma introvertin hansısına aiddir, hansı düşünməyə? Təbii ki, introverti intuisiyaya aiddir. Introvert intuisiya. Introvert intuisiyada olanlar, bu tip insanlar xarici dünyada, üzr istəyirəm, introvert intuisiyada. Bu insanlar daha çox daxili qavrayışa əsaslanır. Mürəkkəb nümunələri, əlaqələri sakit düşüncə içərisində müəyyən edir. Görürsünüz, burada deyir ki, mövzu ilə bağlı anında fikir bildirmir. Yəni, sakit öz içərisində bunu, öz beynində, yəni bunu daha çox götür-qoy eləyir. Yəni, daxili düşüncəsindən yanaşır problemə. Problemi səssiz analiz edir, gözlənilməz, yaradıcı həll tapa bilər. Görürsünüz, deyir ki, bir müddət sonra mövzunun mahiyyətini dərindən açıqlayır, fərqli yanaşma. İntuisiyada olanlar yaradıcı həll tapa bilir. Ona görə bu sualın doğru cavabı olacaqdır 5-ci sualda B bəndi, introvert və intuisiya. 6-cı suala baxırıq. Deyir ki, cədvələ əsasən uyğunluq pozulmuşdur. Uyğunluğun pozulduğu cavabları götürməliyik, baxırıq. İntrovert duyğu tipinə aid insanlar qərar verərkən xarici faktorları nəzərə alsalar da, əsasən öz daxili təcrübələrindən və keçmişə yanaşdıqları oxşar situasiyaların yaratdığı subyektiv hisslərdən çıxış edirlər. Eyni kitabın cümləsidir ki, həqiqətən də introvert duyğuda olanlar, yəni bunlar bir məsələyə yanaşarkən xarici faktorları nəzərə alırlar, amma qərarlarında əsas rolu onların keçmiş təcrübələrindən doğan subyektiv hisslər oyanır. Hər hansı bir seçim edərkən illər əvvəl yaşadığı bənzər bir situasiyanı xatırlayır və həmin təcrübənin yaratdığı hisslərə əsaslanaraq riskləri qiymətləndirirlər. Bu həqiqətən də doğru fikirdir. Bizdən də uyğunluğun pozulduğu soruşur. Doğru fikrə doğru yazıb uyğunluq pozulmayıb. Bir getdi. 2-yə baxırıq. İnsanın introvert və ekstrovert fərqliliyi onun ünsiyyətçilik dərəcəsi deyil. Psixoloji enerjisinin hardan qidalandığını göstərir. Belə ki, ekstravertlər aktiv sosial mühitdə canlanır. Introvertlər isə sakitlik və daxili düşüncə vasitəsilə güc toplayır. Həqiqətən də bu doğrudur. Amma doğru fikrin qarşısına yanlış yazıb. Deməli, burada uyğunluq pozulubdur. Doğruya yanlış yazıb. Doğru 1-i 2-dir. 2-ni götürürük. Duyğu funksiyası gözlü olan insanlar dünyanı burada və indi prinsipləri ilə qavrayır. Hadisələri abstrakt mənalarla deyil, birbaşa müşahidə olunan faktlar, real təcrübələr əsasında dəyərləndirirlər. Həqiqətən də duyğuda faktlar, detallar, real təcrübəyə əsaslanan qavrayışdır. Yəni, qavramanın funksiyası 2 cür olur da, bir duyğu ilə, bir də intuisiya ilə.
Duyğu ilə qavrayanlar daha çox konkret olaraq nələrisə görürlərsə ondan. O duyu orqanları ilə də görürdüm, eşitdim, bildim, tanıdım. Yəni gördüklərinə bunlar inanırlar. Daha çox onlar yəni bir situasiya, bir problem olanda real və praktik şəkildə məsələni həll edirlər. Burada və indi deyilən anda yaşayır, faktları danışırlar. Onlar əsasən eşitdiyinə, toxunduğunu əsas tuturlar. Bu insanlar tez-tez mənə fakt göstər, görüm necədir, konkret nə var kimi deməli düşüncələr, yanaşmalara malik olurlar. Həqiqətən də duyğu funksiyası güclü olan insanlar, yəni birbaşa faktı, real təcrübəni dəyərləndirirlər. Doğrudurmu? Doğrudur. Dördüncüyə baxırıq. Dörddə nədir? Deyir ki, ekstravert intuisiya tipinə aid insanlar xarici mühitdə baş verən dəyişiklik və nümunələri sürətlə dərk edir, mövcud faktlardan çıxış edərək onların gələcəkdə yarada biləcəyi imkanları və inkişaf istiqamətlərini əvvəlcədən təsəvvür edir. Bu da doğru fikirdir. Amma doğru olduğu halda yanlış yazılıbsa, deməli uyğunluq pozulub. Uyğunluq harda pozuldu? 2 və 4-də doğru cavab D bəndir. Müəllim, bircə dəqiqə. 7-ci sualda qeyd olunur ki, müəllim dərs zamanı bəzi şagirdlərin konkret nümunələrə əsaslanan tapşırıqlarda daha fəal, bəziləri isə ideya və ehtimallar üzrə düşünərək daha yaradıcı olduğunu müşahidə edir. Psixoloji tiplər nəzəriyyəsinə əsaslanan müəllim bu fərqliyi nəzərə alaraq hansı addım atmalıdır? Şagirdlərin diqqətini yayındırmamaq üçün dərsi konkret faktlar və hazır məlumatlar üzərində qurmalıdır. Biz bundan əvvəl fasilitator müəllim keçmişik ki, fasilitator necə olmalıdır? Hazır məlumatlarla təmin etməməlidir. Ümumiyyətlə, biz dərsi konkret faktlar və hazır məlumatlardan keçməməliyik. Bu, təbii ki, yanlış fikirdir, yanlış addımdır. A bəndi getdi. Bütün şagirdlərin yaradıcılığını inkişaf etdirmək məqsədi ilə dərsdə əsasən abstrakt və nəzəri tapşırıqlara üstünlük vermək. Siz bilirsiniz ki, mən həmişə öz müdavimlərimə deyirəm ki, kurikulum bizdən nə tələb edir? Minimum bilik, maksimum bacarıq. Nəzəri tapşırıqlar şagirdlərə heç nə vermir, nəyisə əzbərləmək. Şagirdlər praktik cəhətdən tətbiq eləməlidirlər. Ona görə bu da getdi, B də getdi. Dərs prosesində həm konkret müşahidə və faktlara əsaslanan, bəli, həm də ideya və ehtimal üzrə düşünmə tələb edən, görürsünüz, düşünmə tələb edən tapşırıqlardan balanslı şəkildə istifadə etməlidir. Təbii ki, bu belədir. Yəni, faktlar da olmalıdır, ideya da olmalıdır, ehtimal da olmalıdır, düşünmə tələb edən tapşırıqlar da olmalıdır. Yəni, balanslı şəkildə. Yoxsa ancaq fakt verim, ancaq hazır məlumat verim. Təbii ki, bu yanlışdır. Doğru cavab C bəndidir. Şagirdlərin hansı tapşırıqlarda daha fəal olduğunu nəzərə almadan vahid qiymətləndirmə meyarı tətbiq etmək. Xeyr, bu ümumiyyətlə yanlışdır ki, sən diqqət eləmirsən ki, kim hansı harda daha fəaldır və vahid bir tapşırıq verirsən, vahid qiymətləndirmə meyarı verirsən, bu yanlışdır. Dərsin əsas axınını qorumaq üçün şagirdlərin fərdi xüsusiyyətlərini yalnız müəyyən hallarda, yalnız müəyyən istisna hallarda olmaz. Biz həmişə şagirdin diferensiallığı təmin etmək üçün, bərabər imkanları təmin etmək üçün biz həmişə şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almalıyıq. Bu da yanlışdır. Doğru cavab C bəndi. Növbəti suala baxırıq. Aşağıdakı situasiyadan hansında müəllimin davranışı psixoloji tiplər nəzəriyyəsinə uyğun hesab edilə bilər? Müəllim dərs zamanı bütün şagirdlərə eyni tapşırıq verir. Heç bunun ardını oxumayın. Yəni, müəllim bütün şagirdə eyni tapşırıq verməli deyil. Heç psixoloji tiplər nəzəriyyəsindən əvvəldə siz diferensiallığı keçmişsiniz, siz inklüzivliyi keçmişsiniz. Yəni, bu olmazaq eyni tapşırıq vermək. Vahid qiymətləndirmə meyarı tətbiq edir. Vahid qiymətləndirmə meyarı da olmaz axı. Nizam-intizama əsas diqqət yetirir və idraki fəaliyyət harda qaldı? Ona görə A bəndi getdi. A doğru deyil. Müəllim şagirdlərin xarakter fərqlərini nəzərə alaraq, bəli, xaraktercə uşaqlar müxtəlifdir. Bəzilərinə fərdi, bəzilərinə isə qrup işi təklif edir. Tamamilə düz fəaliyyət həyata keçirir. Sakit şagirdlərə düşünmək üçün vaxt verir. Ünsiyyətçi şagirdləri müzakirəyə cəlb edir. Təbii ki, bu düppədüz cavabdır. Doğru cavab B bəndi. Müəllim çətin mövzunu əvvəlcə yüksək nailiyyətli şagirdlərə izah edir. Sonra onların köməyi ilə zəif şagirdlərin mövzunun mənimsəməsinə şərait yaradır. Xeyr, bu yanlışdır, belə şey olmaz. Müəllim mövzunun izahını konkret nümunələrlə başlayaraq
tədricən abstrakt anlayışlara keçir və şagirdlərin yaş səviyyəsinə uyğunluğu əsaslanır. Müəllim konkret nümunələrlə əsas mövzunun izahını konkret nümunə ilə yox, biz motivasiyada nə deyirik? Deyirik, şagirdin marağını cəlb edirsən. Misal üçün, maraqlı başlanğıc ola bilər, vizual alətlər ola bilər, sual-cavab ola bilər. Mövzunun izahını konkret nümunələrlə başlayır. Abstrakt anlayışları ancaq fərziyyələrində, beyinlərində canlandırsınlar. Bu da doğru deyil axı. Deybəndə də getdi. Müəllim dərsdə əsas diqqəti nəticəyə yönəldir. Səhvləri ciddi şəkildə tənqid edir. Səhvi ciddi şəkildə tənqid etmək olmaz. Biz şagirdlərin səhvlərini, onların inkişafa apardığını vurğulamalıyıq. Şagirdlərə yol göstərməliyik, istiqamət göstərməliyik. Ciddi şəkildə səhvləri tənqid etmək bu yanlışdır. Ona görə bu da səhv fikirdir. 8-ci sualda doğru cavab B bəndi. 9-cu suala baxırıq. 9-cu sualda qeyd olunur ki, qrup işi zamanı şagirdlərdən biri qərar qəbul edilərkən üzvlər arasında münasibətlərin qorunmasına diqqət edir. Yəni, qrup üzvləri arasında münasibətlərin qorunmasına diqqət yetirir. Mümkün qarşıdurmaların qarşısını almağa çalışır və qərarını qrup üzvlərinə təsirini nəzərə alaraq mövqeyini formalaşdırır. Deməli, bu hansı, bax, bu situasiyanı oxuyanda birinci ayırd edin ki, bu ekstravertdir, yoxsa introvertdir. Baxırsınız ki, bu təbii ki, ekstravertdir. Çünki qrup üzvləri arasında münasibət, başqaları ilə münasibəti pozmamaq, qərarı qrup üzvlərinin təsirini nəzərə alaraq mövqeyini formalaşdırır. Yəni, introvert olsa, o öz fikrini deyəcək də. Yəni, avtomatik olaraq birbaşa bildiniz ki, söhbət ekstravertdən gedir. Y-ni çıxdınız, B-ni çıxdınız. Qaldınız ekstravertlərin arasında. Ekstravertdən də sizcə burada nə olacaq? Təbii ki, burada olacaq qərar vermə və hiss etmə. Deməli, qərar vermə funksiyasında düşünmə var idi və hiss etmə var idi. Ekstravert hiss etmədə necə olur? Qərar verərkən hiss etməklə qərar verəndə necə olur? Bunlar üçün ən vacib olan ətrafdakı insanların özlərini necə hiss etməsidir. Bu səbəbdən də seçim edərkən yalnız öz dəyərlərini deyil, həm kollektivin rifahını, emosional balansı nəzərə alır. Əgər dostlar arasında hər hansı bir fikir ayrılığı yaranarsa, aktiv şəkildə vasitəçilik edər, hər kəsin özünü dəyərli və eşidilmiş hiss etməsinə çalışır. Onlar adətən ünsiyyətçil, anlayışlı, empatik və sosial münasibətləri gücləndirməyə çalışan şəxslərdir. Yəni, siz də görürsünüzmü? Deyir ki, bu deməli, ekstravert hiss etməklə qərar verənlərdir. Və siz də situasiyada görürsünüz, deyir ki, qərar qəbul edərkən üzvlər arasında münasibəti qorumağa diqqət edir. Deməli, bu ekstravert istiqamət, qərar vermə funksiyası və hiss etmə haqqında da mən geniş məlumat verdim. Doğru cavab C bəndi. 10-cu suala baxırıq. Şagirdlərdən biri qrup tapşırığında diqqət çəkməyə çalışmır. Qərar verərkən şəxsi prinsiplərinə uyğun olmayan variantları qəbul etməyərək mövqeyini sakit şəkildə ifadə edir. İndi siz bu situasiyaya baxanda görürsünüz, deyir ki, qərar verərkən şəxsi prinsiplərinə uyğun olmayan variantları qəbul etmir. Yəni, öz daxili aləminə uyğun olaraq qərar verir. İndi siz burada baxdınız ki, söhbət nədən gedir? Baxdınız ki, söhbət gedir introvertdən. Avtomatik olaraq yenə birbaşa A, B, Y-ni çıxdınız. Yəni, ekstravertləri çıxdınız. Qaldınız iki introvertlə arasında. Burada indi qərar vermə hiss etməyə uyğundur, yoxsa intuisiyaya uyğundur. Introvert, intuisiyada olanlar daha çox daxili qavrayışa əsaslanır. Mürəkkəb nümunələri əlaqəli sakit düşüncə içində müəyyən edir. Onlar dərin anlayışı daha çox daxili düşüncə ilə təhlil edirlər. Problemi səssiz analiz edir, gözlənilməz, yaradıcı həll yolu tapırlar. Yəni, görürsünüz, sakit şəkildə ifadə edir. Sakit şəkildə ifadə edən introvert, intuisiyaya aid olur. 10-cu sualda doğru cavab D bəndi. Növbəti 11-ci suala baxırıq.
Müəllim şagirdlərdən birinin davranışını müşahidə edir. Onun haqqında belə bir fikir bildirir. Bu şagird məsələlərə emosional yanaşır. Buna görə də məntiqi düşünmə qabiliyyəti zəifdir. Müəllimin yanaşmasında əsas pedaqoji səhv nədən ibarətdir? Şagirdin davranışını kifayət qədər müşahidə etməyib, olunmuyub. Biz bunu deyə bilmərik ki, müəllim kifayət qədər müşahidə etməyib. Çünki deyir ki, şagirdlərdən birinin davranışını müşahidə edir. Demir ki, az müşahidə edib. A bəndə getdi. Hiss etmə funksiyası zəiflik və məhdudiyyət kimi təqdim edilir. Baxın, hiss etmə funksiyasında, hiss etmədə biz nə deyirdik? Dedik ki, insanların deməli qavraması duyğu ilə, intuisiya ilə olur. Qərar verməsi düşünmə və hiss etmə ilə olur. Hiss etmədə biz deyirik ki, dəyərlər, münasibətlər, empatiya, insani meyarlar əsasən qiymətləndirilir. Və burada qərar verəndə başqalarının hissləri nəzərə alınır. Münasibətdə mehribanlıq, harmoniya axtarırlar. İnsanların təsirinə düşmədən təsirini düşünmədən qərar vermirlər. Bu nəyə aid idi? Bu təbii ki, ümumi qərar vermədə hiss etməyə aid idi. Bizdə də deyir ki, hiss etmə funksiyası zəiflik və məhdudiyyət kimi təqdim edilir. Həqiqətən də bu insan, bu şagird məsələyə emosional yanaşır. Buna görə də məntiqi düşünmə qabiliyyəti zəifdir. Müəllimin bu cür fikir bildirməsi bu şagird haqqında bu doğru deyil. Çünki bu hiss etməklə qərar verir. Və müəllim də bunu zəiflik, məhdudiyyət kimi görür. Bu təbii ki, səhvdir beybəndə. Enerji istiqaməti ilə qərar vermə funksiyasını bir-birinə qarışdırır. Xeyr, enerjidə bilirik ki, introvert, ekstravert olur. Qərar vermədə isə düşünmə və hiss etmə olur. Müəllim bunu qarışdırmır, getdi. Şagirdin bilik səviyyəsi obyektiv qiymətləndirməyib. Burada bilikdən söhbət getmir, davranışdan söhbət gedir. Bu da getdi. Dərsin məqsədi düzgün müəyyənləşdirməyib. Situasiyada təbii ki, dərsin məqsədindən də söhbət getmir. Bu da getdi. Növbəti 12-ci suala baxırıq. 12-ci sualda nə deyir? Müəllim dərsi planlaşdırarkən həm ekstravert, həm də introvert şagirdlərin xüsusiyyətlərini nəzərə almaması hansı nəticəyə gətirib çıxara bilər? Deməli, hər iki şəxsiyyət tipinə olan şagirdlərin xüsusiyyətlərini nəzərə almır müəllim. Bu yanaşma nəticəsində dərsin strukturu daha aydın və idarə olunan, necə şagirdlərin fikrini, şagirdin xarakterini nəzərə almırsa, necə bəyən bu idarə olunan hal ola bilər? Getdi. A bəndi yanlış. Bir dəqiqə, 12, A bəndi yanlış. Bu hal sinifdə bütün şagirdlər üçün vahid və dəyişməz iştirak modelinin formalaşmasına səbəb olar. Təbii ki, səbəb olmaz belə bir şey. Ümumiyyətlə, vahid iştirak olmaz axı. Yəni, şagirdlər müxtəlifdir, qavramasına, öyrənmə tərzinə, şəxsiyyət tipinə görə müxtəlifdirlər. Bu vəziyyət bəzi şagirdlərin öyrənmə potensialını tam şəkildə üzə çıxmaya bilər. Bu həqiqətən də belədir. Yəni şagirdləri nəzərə almırsa, artıq bu şagirdlərin potensialının üzə çıxmasının qarşısını alır. Üzə çıxmaya bilər. Doğru cavab budur. Nəticədə şagirdlər arasında akademik göstəricilərin avtomatik olaraq bərabərləşməsi baş verə bilər ki, bu mümkün deyil ki, müəllim şagirdlərin fikirlərini nəzərə almır, ekstravert və introvert olmaq xüsusiyyətlərini nəzərə almır. Bu zaman bərabərləşəcək. Yəni burada hamı eyni səviyyədə biləcək. Ya yaxşı, ya pis, ya orta. Yəni bu mümkün deyil axı bir sinifdə belə olsun. Yəni akademik göstərici bərabərləşsin. Bu yanaşma müəllimin dərsə hazırlıq zamanı çəkdiyi yükün azalmasına gətirib çıxara bilər. Xeyr, əksinə elə çəkdiyi yük daha da çox olacaq. Çünki sinifdə bərabərlik olmayacaq, bərabər imkan yaranmayacaq, dəstəkləyici mühit olmayacaq. Yanlış cavabdır bu da. Doğru cavab C bəndi. Növbəti 13-cü suala baxırıq. 13-cü sualda nə deyir? Müəllimin psixoloji tiplərə əsaslanan ən uyğun tədris yanaşması hansıdır? Psixoloji tiplərə əsaslanan ən uyğun deyir, ən uyğun. Burada bəzən miqdədə belə suallar olur. Ən uyğun deyir, siz bir uyğunu görüb götürə bilərsiniz. Amma siz diqqət eləməlisiniz ki, sizdən ən uyğununu istəyir. Təlim prosesini daha səmərəli idarə etmək üçün dərsin tempini orta səviyyədə saxlayır, yanlışdır.
Sinifdə fəallığı artırmaq məqsədi ilə dərsin əsas hissəsini müzakirə və şifahi cavablar üzərində qurur. Yəni bu fəallığı artırmaq üçün müzakirədən təşkil etmək o demək deyil və yaxud şifahi cavablar almaq o demək deyil ki, bu fəal dərsdir. Yəni yazılı tapşırıq verəndə və yaxud test tapşırığı verəndə bu fəal dərs olmur. Onda şagirdlərin fəallığı artmır. Təbii ki, yanlışdır. Tədrisdə çevik yanaşma tətbiq edərək müxtəlif ifadə və fəaliyyətlər, görürsünüz, müxtəlif fəaliyyətlər, ifadələrə yer verir. Şagirdlərin müxtəlif şəkildə iştirakına imkan yaradır. Bəli, doğru cavab C bəndidir. Şagirdlərin davranış xüsusiyyətlərini nəzərə alaraq onlara uyğun rollar müəyyənləşdirir. Dərs boyu bu bölgünü qoruyur. Şagirdlərin davranış xüsusiyyətlərindən şagirdlərin deməli yanaşmamalıdır. Müəllim şagirdlərin qavrama, psixoloji tiplərinə görə yanaşmalıdır. Bu da getdi. Dərsin məqsədlərinə fokuslanaraq məzmunun standart formada təqdim edir. Fərdi fərqliliklər tədris prosesinin təsirini məhdudlaşdırır. Xeyr, fərdi fərqliliklər tədris prosesini məhdudlaşdırmır. Əksində dəstəkləyici mühiti təmin etmiş olur. Çünki fərdi fərqliliklər, yəni hər kəs fərdi xüsusiyyətlərə malikdir və biz şagirdlərə fərdi şəkildə yanaşmaqla elə diferensiallığı təmin etmiş oluruq. Bu da getdi. Doğru cavab C bəndi. 14-cü suala baxaq. 14-cü sualda qeyd olunur ki, müəllim mövzunu izah etdikdən sonra sinifdə müzakirə təşkil edir və bütün şagirdlərdən fəal iştirak etməyi gözləyir. Bəzi şagirdlər sürətli fikir bildirir. Deməli, bu ekstravertlərdir. Digərləri isə müşahidəçi qalır. Bunlar da introvertlərdir. Müəllim müzakirədə iştirak etməyən şagirdlərin mövzunu anlamadığını düşünərək tempini artırır və onlara daha çox şifahi suallar ünvanlayır. Bu yanaşma nəticəsində həmin şagirdlər gərginləşir və dərsdə iştirakdan tamamilə çəkinməyə başlayırlar. Müəllimin psixoloji tiplər nəzəriyyəsini nəzərə alsaydı, bu vəziyyətin yaranmaması üçün hansı addımı dərsin əvvəlində atmalı idi? Müəllim müzakirə edir, şagirdlər axı introvertlər düşünürlər, müşahidə edirlər. Görür ki, bunlar gec cavab verir, başlayır bunlara elə bilir ki, mövzunu anlamayıblar, başlayır bunlara suallar, şifahi suallar verməyə. Təbii ki, bunlar da ünsiyyəti, müzakirəni, geniş müzakirəni sevmirlər. Bunlar daha da gərginləşirlər, daha da yorulurlar. İndi müəllim psixoloji tiplər nəzəriyyəsini nəzərə alsaydı, bu vəziyyətdə nə etməli idi? Baxaq görək nə etməli idi. Müzakirədən sonra iştirak etməyən şagirdlər üçün əlavə izah və fərdi dəstək planlaşdırmalıdır. Bu demir ki, bu uşaq dərsi başa düşməməyib, müzakirədə iştirak etməyib. Səbəb o deyil axı, bu introvertdir. Ona görə getdi, yenidən izaha ehtiyac yoxdur. Sinifdə müzakirəni daha uzun etməklə bütün şagirdlərin tədricən fəallaşacağını gözləməli idi. Xeyr, müzakirə uzandıqca introvertlər daha da yorulurlar. Bu da getdi. Mövzunun izahından əvvəl şagirdlərə qısa müddətlik yazılı və ya fərdi düşünmə tapşırığı verməli idi. Bəli, həm yazılı, həm fərdi düşünmə tapşırığı verməlidir. Və artıq yəni bunlar da öz fikirlərinə deyə bilsin də. Yəni bunlar dediyim introvertlərdir. Doğru cavab C bəndidir. D ilə Y-yə baxaq. Aktiv iştirak edən şagirdləri nümunə göstərərək digərlərini müzakirəyə təşviq etməli idi. Xeyr, bu yanlışdır. Şagirdlər nümunə göstərmək olmaz. Və həmçində o demək deyil ki, introvert bu müzakirədə iştirak etməyənlər dərsi başa düşmür. Onlar dərsi anlamırlar. O fikrə gəlmir ki, bunu digər iştirak edənləri nümunə göstərəsən. Sinifdə iştirak balansını qorumaq üçün hər şagirdə növbəli şifahi cavab tələb etməlidir. Xeyr, müəllimlər, bu introvertlərə də özlərinə uyğun tapşırıqlar verilməlidir. Bu da getdi. 15-ci suala baxırıq. 15-ci sualda nə deyir? Şagird verilən məlumatları dərhal şərh etmir. Dərhal şərh etmir. Əvvəlcə onları daxilən analiz edir, məntiqi ziddiyyətləri müəyyənləşdirir və yalnız tam əsaslandırdıqdan sonra fikir bildirir. Şagirdin davranışına əsasən onun hansı şəxsiyyət tipinə malik olduğunu demək olar. Baxın, baxdınız ki, bu dərhal şərh etmir, daxilən analiz edir. Deməli, burada ekstravertlərə çıxırsınız. Qaldınız introvertlərin arasında. Introvertlərdə də müəllimlər, introvert düşünmədə olanlar, bunlar daha çox
qərarlarını daxili məntiqlə analiz edirlər. Yeni bir ideya qarşılaşanda introvert düşünmədə olanlar bunu heç kimdən paylaşmır. Yəni dərhal onu paylaşmır və yaxud tətbiq etmir. Əvvəlcə öz-özünə düşünür, ideyanın güclü və zəif tərəflərini araşdırır, daxili məntiqə uyğun şəkildə formalaşdırır. Daha sonra isə artıq tam əmin olduqda ideyanı həyata keçirir və başqaları ilə bölüşür. Bu introvert düşünmədə olanlardır. Və təbii ki, introvert düşünmə doğru cavab B bəndidir. Ki mən əlavə də onun haqqında məlumat verirəm ki, yadınızda qalsın. 16-cı suala baxırıq. Psixoloji tiplərin təhsildə nəzərə alınmasının pedaqoji əhəmiyyəti ilə bağlı aşağıdakı fikirlərdən hansı doğrudur? Daha doğrudur. Daha doğrudur. Bax, buna diqqət edin. Daha doğrudur. Şagirdlərdə oxşar davranışlarına görə qruplaşdırmağa yardım edir. Xeyr, biz şagirdləri qruplaşdıracağım. Oxşar davranışları bir qruplaşdırmağımız düzgün olmaz, getdi. Sonra təlim prosesinin idarə olunmasını sadələşdirir. Xeyr, bu da yanlışdır. Bütün şagirdlər üçün vahid öyrətmə üsulunun tətbiqinə imkan verir. Bütün şagirdlər hamısı eyni deyil. Axı biz vahid öyrənmə üsulu tətbiq edək. Biz müxtəlif üsullardan istifadə etməliyik. Bu da getdi. Şagirdlər arasında fərqliliyi təmin üçün pedaqoji resursa çevrilir. Bəli, şagirdlər arasında fərqliliyi görürsünüz, şagirdlər arasında fərqliliyi təlim üçün pedaqoji resursa çevrilir. Biz bu fərqliliyi nəzərə almalıyıq şagirdlər. Görürsünüz, təlim üçün pedaqoji resursa çevrilir. Yəni bunların öyrənməsi üçün biz müxtəlif vasitələrdən istifadə etməliyik. Doğru cavab D bəndidir. Qiymətləndirmə meyarlarının sayını və müxtəlifliyini azaldır. Xeyr, bununla da heç bir əlaqəsi yoxdur. 16-cı sualın doğru cavabı D bəndi. 17-ci suala baxırıq. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Müəllim şagirdlərin şəxsiyyət tipinin məlumatlı olmaq üçün onların dərsdəki davranışlarını, öyrənmə və qərar vermə tərzlərini müxtəlif fəaliyyətlər zamanı sistemli şəkildə müşahidə edə bilər. Doğru fikirdir. Enerji istiqaməti insanın enerjisinin və diqqətinin əsasən xarici mühitdən yoxsa daxili düşüncə və təcrübədən almağa üstünlük verdiyini göstərir. Bəli, enerjidə dedik ki, həm xarici mühitdən, həm daxili mühitdən, yəni introvert, ekstrovert olmaqla bölünürlər. Doğru fikirdir. İnformasiyanın emalı insanın əldə etdiyi məlumatı necə qavradığını, mənalandırdığını və bu məlumat əsasında necə qərar verdiyini ifadə edir. Bu da doğru fikirdir. Şagirdin hansı şəxsiyyət tipinə malik olduğunu bilməsi, onun öyrənmə prosesində özünə uyğun formada iştirak etməsinə, güclü tərəfini nümayiş etdirməsinə şərait yaradır. Bu da doğru fikirdir. Biz də doğrudan doğru götürdüyümüz üçün 1, 2 sualın doğru cavabı B bəndi. Növbətli 18-ci suala baxırıq. Dərs zamanı şagirdlərdən biri sinifdə baş verən dəyişikliklər müşahidə edir. Real nümunələr təqdim etdikdə daha çox maraq göstərir. Görürsünüz, real nümunələr daha çox maraq göstərir. Tapşırığın icrasını praktik şəkildə nümayiş etdirməyə üstünlük verir. Bu davranış daha çox hansı şəxsiyyət tipinə uyğundur? Sualı oxuyarkən siz gördünüz ki, burada hansı şəxsiyyət tipindən gedir? Baş verən dəyişiklikləri müşahidə edir dərs zamanı. Real nümunələr təqdim etdikdə daha çox maraq göstərir. Praktik şəkildə nümayişə üstünlük verir. Bu təbii ki, ekstrovert şəxsiyyət tipinə aiddir. İntrovertləri çıxdıq, B və D-ni çıxdıq. Ekstravertlərdən hansı olacaq? Təbii ki, qavrama funksiyası duyğu ilə olanlardır. Yəni biz qavraması duyğu ilə olan ekstravertlərə nə demişik? Biz demişdik ki, duyğu ilə qavrayanlar daha çox real, praktik tapşırıqlara görürsünüz. Deyir ki, konkret nə var mənə göstərəcəyin? Göstər görüm necədir? Yəni onlar bir hadisə, bir problemə, duyğu funksiyası güclü olan şəxslər detallara və fiziki reallığa diqqət edir. Abstrakt məna axtarmaqdansa gördüyünü, eşitdiyini, toxunduğunu əsas tutur. Ona görə burada olur ekstravert və duyğu. Doğru cavab C bəndi 18-ci sualda. 19-cu suala baxırıq. 19-cu sualda qeyd olunur ki, müəllim yalnız qrup müzakirələri və şifahi cavablar əsasında qiymətləndirmə aparır.
yalnız qrup müzakirəsi və şifahi cavablar əsasında qiymətləndirmə aparır. Bu yanaşma hansı psixoloji tip üçün əlverişsiz ola bilər? Təbii ki, bu introvertlər üçün, yəni enerjisi daxilə yönəlmişlər üçün əlverişsiz ola bilər. Çünki qrup müzakirələri, onlar müzakirələrdən yorulurlar, şifahi cavablardan yorulurlar. Onlar daha çox öz daxili aləmlərinə uyğun, öz daxili beyinlərindəki fikrə əsasən qərar verirlər və onlar, müəllim də ancaq yalnız qrup müzakirəsi təşkil edirsə, təbii ki, bu introvertlər üçün yaxşı olmayacaq. Enerjisi xaricə yönəlmiş getdi, enerjisi xaricə yönəlmiş getdi, enerjisi xaricə yönəlmiş getdi. A, B, D getdi. Qaldı C ilə Y arasında. Enerjisi daxilə yönəlmiş, qərarlarında məntiqə istinad edən tip. Təbii ki, doğru cavab C bəndi. Y bəndində deyir, enerjisi daxilə yönəlmiş, məlumatları hisslərə əsasən qəbul edən tip. Məlumatı hissə əsasən onlar qəbul etmir. Öz məntiqlərinə əsasən qəbul edirlər. Hissləri ilə yox. Onlar emosiyalardan uzaqdırlar. Onlar münasibətə görə qərar vermirlər, introvertlər. Ona görə bu da getdi. Doğru cavab C bəndi. 20-ci suala baxırıq. 20-ci sualda nə deyir? Müəllim görür ki, şagirdlərdən biri dərs zamanı az danışır. Bununla belə mövzular arasında gözlənilməz əlaqə qurur. Gələcək nəticələr barədə fərqli fikirlər irəli sürür. Problemlərə qeyri-standart həll yolları təklif edir. Bu fikirlər adətən düşünmə müddətindən sonra ortaya çıxır. Yəni, müəllim bir qədər düşünmə müddəti verdikdən sonra şagird belə düşünür. Bu müşahidə əsasən müəllimin düzgün pedaqoji qərarı hansıdır? İndi siz bu situasiyanı oxuyanda bu şagirdi hansı şəxsiyyət tipinə aid etdiniz? Təbii ki, introvert. Görürsünüz, deyir ki, bütün bu fikirlər, bunlar yeni fikir, qeyri-standart həll yolu deyirlər, düşünmə müddətindən sonra ortaya çıxır. Amma ekstravertlər anında cavab verir. İndi deyir, bu müşahidəyə əsasən müəllimin düzgün pedaqoji qərarı hansıdır? Müəllim şagirdi dərhal şifahi cavab verməyə məcbur edir. Xeyr, bu yanlış olar axı. Onlar dərhal cavab verməyə xoşlamırlar axı. Yəni, siz situasiyadan da gördünüz ki, söhbət introvertdən gedir. A, getdi. Müəllim şagirdin ideyalarını tez-tez qrup müzakirələrində paylaşmasını tələb edir. Axı, bu uşaq müzakirəni sevmir. Ona görə bu da getdi. Müəllim açıq suallar, fərziyyə irəli sürməyi tələb edən tapşırıqlara yer verir. Həqiqətən də açıq suallar verir, hər kəs düşünür, introvert olan daha dərin düşünür. Doğru cavab C bəndi. Müəllim şagirdi yalnız fakt və qaydalar üzərində işləməyə yönəldir. Xeyr, bu yanlışdır. Şagirdi ancaq fakt, hazır bir mənbə ilə, hazır bir informasiya ilə niyə işləməyə yönəltsin ki, getdi? Müəllim şagirdin səssizliyini maraqsızlıq əlaməti kimi qiymətləndirir. Xeyr, bu da yanlışdır. Səssizlik odur ki, o özü düşünür dərindən. Doğru cavab C bəndi. Suala baxırıq. 21-ci sualda qeyd olunur ki, layihə işi zamanı şagird tapşırığın icra mərhələlərini müəyyənləşdirir. Vaxt bölgüsünü planlaşdırır və qərar qəbul edərkən nəticənin effektivliyini əsas meyar kimi götürür. Şagirdin bu davranışı hansı şəxsiyyət tipinə daha çox uyğundur? Təbii ki, bu ekstravert istiqamət, qərar vermə funksiyası və düşünmə. Yəni, onlar qərarlarının məntiqi və obyektiv analizə əsaslanırlar. Ekstravert düşünmədə olanlar. Yəni ki, əsasən faktlara, qaydalara və nəticələrin obyektiv analizinə əsaslanaraq hərəkət edirlər. Doğru cavab olur C bəndi. Qərar vermə və düşünmə, bəli. Növbəti 22-ci suala baxacağıq. 22-ci sualda görək nə deyir? Bircə saniyə. 22-ci suala baxaq. Aha. 22. Psixoloji tiplər nəzəriyyəsindən istifadə edən müəllim sinifdə hansı addımı atmalıdır? Şagirdlər arasında bərabərliyi qorumaq üçün dərs prosesində hamıya eyni tip tapşırıq olmaz. A bəndi getdi. Az danışan və sakit şagirdləri pasiv hesab edərək onları şifahi müzakirəyə cəlb etməlidir. Xeyr, az danışan sakit şagirdlər introvertlərdir. Onlar pasiv deyirlər. Getdi. Şagirdlərin qərar vermə və qavrama fərqlərini nəzərə alaraq
Bəli, bu fərqlilikləri nəzərə alaraq dərsdə həm konkret nümunələr, həm də ideya və ehtimallara yer verməlidir. Doğru cavab C bəndi. Təlim prosesinin səmərəliliyini artırmaq üçün şagirdlərdən əsasən məntiqi əsaslandırılmış cavablar tələb etməlidir. Səmərəliliyi artırmaq üçün əsasən məntiqi əsaslandırılmış cavab tələb etmək bu doğru fikir deyil. Çünki məntiqi əsaslandırılmış cavab tələb etmək o demək deyil ki, bu təlim səmərəlidir. Yəni şagirdlər cavab verərkən öz hisslərinə, öz intuisiyalarına uyğun da cavab verə bilərlər. Yəni bunu doğru cavab kimi götürmürük. 22-ci sualda D bəndə də getdik. Psixoloji tiplərin yalnız şagirdin xarakterini izah etdiyini düşünərək təlim fəaliyyətinə birbaşa təsirini vacib sayılmalıdır. Xeyr, bu həqiqətən də birbaşa ilə təsir edir. Bu da yanlışdır. Doğru cavab 22-ci sualda C bəndi. 23-cü suala baxırıq. 23-cü sualda uyğunsuzluğu deyir. Uyğunsuzluq dedikdə buna diqqət edin. Doğrudan yanlış, yanlışdan doğru götürmək lazımdır. Ekstravert və introvert anlayışları şagirdin ünsiyyətçil və ya utancaq olmasını müəyyən edən əsas meyar kimi qəbul edilə bilər. Ümumiyyətlə, introvert şəxsiyyət olmaq o demək deyil ki, bunlar utancaq, özünə qapanan, qaraqabaq adamlardır. Yəni bu yanlışdır. Bu kimi qəbul edilə bilməz. Bu yanlış fikirdir. Psixoloji tiplər nəzərə alınması müəllimin təlim prosesini daha çevik və inklüziv şəkildə, bəli, inklüziv şəkildə qurmağa imkan verir. Doğru fikirdir. Hiss etmə funksiyası güclü olan şagirdlər qərar qəbul edərkən, qərarın insanlara və onlara münasibətlərinə təsirini də nəzərə alırlar. Doğru fikirdir. Müxtəlif psixoloji xüsusiyyətlərə malik şagirdlərə dərsin məzmununu eyni formada təqdim etdikdə, eyni formada olmaz. Bu onlar üçün bərabər səviyyədə təsirli olur. Xeyr, bərabər səviyyədə təsirli olmur, yanlışdır. Doğrudan yanlış, yanlışdan doğru cavab götürdüyümüz üçün 1 və 3 sualın doğru cavabı 23-cü sualda A bəndi. Növbəti 24-cü suala baxırıq. Qeyd olunur ki, Jungun şəxsiyyətin tipləri nəzəriyyəsi ilə bağlı yanlış fikri müəyyən edin. Səhv fikri bizdən soruşur 24-cü sualda. Şagirdlərin öyrənmə tərzi, dərsə münasibəti və tapşırıqları yerinə yetirmə üsulu onların psixoloji tipindən asılı olaraq dəyişir. Düppədüz fikirdir. Ekstravertlərdə olanlar daha çox danışaraq həll edir tapşırığı, introvertdə olanlar daha çox düşünərək. Getdi bu. Psixoloji tiplər doğrudur da, yəni psixoloji tiplər nəzəriyyəsi insanın fərqliliyini anlamaq, bəli, insanlar fərqlidir. Təhsil prosesində fərdi yanaşmanı gücləndirmək və şagirdlərin potensialını üzə çıxarmaq baxımından mühümdür, doğru fikirdir. Ekstravert insanlar sosial mühitdən, fəaliyyət və ünsiyyətdən enerji alarkən, introvert insanlar daha çox düşüncə, daxili refleksiya və sakit mühitdən güc alırlar, doğru fikirdir. Psixoloji tiplər nəzəriyyəsi insanların eyni hadisə və informasiyanı niyə fərqli şəkildə qavradığını və fərqli qərarlar verdiyini izah edən mühüm psixoloji yanaşmadır. Doğru fikirdir. Psixoloji tiplər nəzəriyyəsinə görə ekstravert insanlar məlumatı əsasən duyğu funksiyası, introvert insanlar isə daha çox intuisiya funksiyası ilə qavrayırlar. Ümumiyyətlə müəllimlər, qavrama olsun, qərar vermə olsun, duyğudur, hiss etmədir, intuisiyadır, düşünmədir. Bu bütün insanlarda var. Biz deyə bilmərik ki, introvertdə o var, ekstravertdə o var. Yəni bu yanlışdır. O yanlış olan G bəndi. 25-ci suala baxırıq. 25-ə baxdıq, daha doğrusu 26-cı suala baxırıq. 26-cı sualda nə deyir? 24-ə baxdıq, 25-ə baxırıq indi. 25-ci sualda deyir ki, dərs zamanı şagird mövzunu izah ediləndə yeni ideyalar irəli sürür. Mövcud məlumatlardan yola çıxaraq, bunu başqa sahədə necə istifadə etmək olar sualını verib, müzakirəni fərqli istiqamətlərə aparır. O, gələcək imkanlarla daha çox maraqlanır. Ümumiyyətlə, bu suala baxanda siz görürsünüz ki, söhbət intuisiyadan gedir. Yəni, gələcək barədə planlar qurursa, bu intuisiyadan gedir.
Amma mövzu izah ediləndə yeni ideyalar irəli sürür, mövcud məlumatlardan yola çıxır. Bu sualı verib müzakirəni fərqli istiqamətə aparır. Müzakirə varsa, təbii ki, bu ekstravertin intuisiyası olacaq. Doğru cavab C bəndi 25-ci sualda. 26-cı suala baxırıq. Müəllim layihə əsaslı dərs zamanı müşahidə edir ki, şagirdlərdən biri tapşırığın əsas istiqamətini qısa müddətdə müəyyənləşdirir, vaxt bölgüsü aparır, resurslardan istifadəni planlaşdırır və qrup üzvlərinə ən səmərəli ardıcıllıq hansıdır sualı ilə istiqamət verir. Müzakirələrdə arqumentlərini faktlara və nəticələrə əsaslandırır. Şəxsi münasibətlər qərarlarına təsir göstərmir. Şagirdin şəxsiyyət tipini nəzərə alan müəllim hansı pedaqoji qərar verməsi məqsədə uyğundur? Baxırsınız ki, müəllimlər, bu situasiyada deyir ki, arqumentləri, faktları, nəticələrə əsaslanır. Şəxsi münasibətlər qərarlarına təsir göstərmir. Bu hansı şəxsiyyət tipi olur? Şəxsi münasibət qərara təsir göstərmirsə, bu introvertə aiddir. Və müəllim də deyir ki, şagirdin şəxsiyyət tipini nəzərə alan müəllim hansı pedaqoji qərarı verməsi məqsədə uyğundur? Baxaq, cavablara baxaq. Şagirdin təşəbbüskarlığını digər üzvlərin fəallığını azalda biləcəyini nəzərə alaraq onun rolunu məhdudlaşdırmaq. Bir də situasiyanı oxuyaq. Deyir, müəllim layihə əsaslı dərs zamanı müşahidə edir ki, şagirdlərdən biri tapşırığın əsas istiqamətini qısa müddətdə müəyyənləşdirir. Biri qısa müddətdə müəyyənləşdirir, vaxt bölgüsü aparır, resurslardan istifadəni planlaşdırır, qrup üzvlərinə ən səmərəli ardıcıllıq hansıdır sualı ilə istiqamət verir. Müzakirədə arqumentlərini faktlara və nəticələrə əsaslandırır. Müzakirələrdə deyir. Biz introvert deyə bilmərik. Deyirəm də burada nəysə fikrimdən qaçdı. İndi cavablara baxaq. Çünki mən axırıncı fikrə görə introvert fikirləşdim, ona görə. Şagirdin təşəbbüskarlığını digər üzvlərin fəallığını azalda biləcəyini nəzərə alaraq onun rolunu məhdudlaşdırmaq. Xeyr, niyə ki? Yəni bu şagird təşəbbüskar qrupu düzgün idarə edirsə, niyə onların rolunu məhdudlaşdırmaq, həmin şagirdin rolunu məhdudlaşdırmaq lazımdır? A bəndi getdi. Sonra şagird empatiya və emosional paylaşım tələb edən fəaliyyətlərə daha çox yönəltmək olar. Bu şagirddə emosionallıq da yerindədir, empatiya da. Çünki situasiyaya qayıtsaz görürsünüz, deyir ki, qrup üzvlərinə ən səmərəli ardıcıllıq hansıdır? Yəni onların da fikrinə önəm verir də. Bu da getdi. B də getdi. Şagirdi nəticə yönümlü yanaşma tələb edən qərar vermə mərhələlərində aktiv rol vermək. Bəli. Çünki həqiqətən də bu şagird nəticə yönümlü yanaşma tələb edən qərar vermə mərhələsində aktiv rol vermək. Çünki düzgün şəkildə qərar verə bilir. Düzgün şəkildə edir bunu. Doğru cavab C-dir. Şagirdin daha səmərəli işləməsi üçün onun əsasən fərdi tapşırıq. Xeyr, bu niyə qrup işini yaxşı idarə edir? Şagirdin rasional yanaşmasını dəyişmək məqsədilə ona spontan fəaliyyət, ümumiyyətlə bu da yanlışdır. Doğru cavab C bəndi. 27-ci suala baxırıq. 27-ci sualda qeyd olunur ki, müəllim sinifə qrup layihəsi tapşırığı verir. Şagirdlər müzakirə zamanı az danışır. Şagird daha çox dinləyir. Sonradan müəllim yaxınlaşıb layihənin ideya nəticə hissəsini tək hazırlamaq istədiyini bildirir. Mövzu üzərində uzun müddət düşünür və bir neçə gün sonra qrup yoldaşlarına problemin gələcək nəticələrini əks etdirən, əvvəl səsləndirilməyən fərqli bir yanaşma təqdim edir. Təqdimat zamanı az danışsa da cavabları məzmunlu və düşündürücü olur. Yəni siz bu situasiyaya baxanda hansı şəxsiyyət tipini gördünüz? Təbii ki, introvert şəxsiyyət tipi. A getdi, D getdi. Bu introvertin hansı olacaqdır? Introvertdə intuisiya olacaqdır. Çünki şagird deyir ki, tək hazır mövzu qrup layihə işi olur və layihə zamanı tək hazırlayır, mövzu üzərində düşünür, sonra yoldaşlarının probleminin gələcək nəticələrini öz intuisiyasına deyir ki, gələcək nəticəsi bu olacaq. Ona görə doğru cavab olur introvert və intuisiya. Doğru cavab Y bəndi.
28-ci suala baxırıq. Şagird yeni tapşırıqla qarşılaşdıqda əvvəlcə onu keçmişdə yerinə yetirdiyi oxşar işlərlə müqayisə edir. Dəyişikliklərə tədricən uyğunlaşır. Tapşırığı icra edərkən konkret nəticəyə köklənir. Fikirlərini açıq müzakirədə paylaşmağa tələsmir. Müzakirəyə tələsmirsə, söhbət hansı şəxsiyyət tipindən gedir? Təbii ki, introvert duyğu olacaqdır. Duyğu öz əvvəl keçmişdə o hadisəyə oxşar, yəni hər hansı bir başına gələn hadisə ilə uyğunlaşdırır bunu. Doğru cavab D bəndi. 29-cu suala baxırıq. 29-cu sualda nə deyir? Şəxsiyyət tipi ilə bağlı uyğunluq hansı variantda gözlənilmişdir? Ekstravert düşünmə qərarları daha çox şəxsi münasibətlərə uyğunlaşdırır və qrup daxili harmoniyanı qorumağa üstünlük verir. Ekstravert düşünmədə bu deyil. Ekstravert düşünmədə qərarları daha çox şəxsi münasibətlərə uyğunlaşdırır. Yəni onlar qərarları məntiq və obyektiv analiz edirlər. Və onlar hadisə və məlumatları açıq şəkildə qiymətləndirir. Sistematik və məntiqi yolla nəticəyə çatmağa çalışır. Yəni qərarlarını onlar şəxsi münasibətə uyğunlaşdırmır. Ona görə A bəndi yanlışdır. Bizdən uyğunluğun olduğu cavabı deyir. İntrovert duyğuda olanlar yenilik və ehtimallardan çox gələcək ideya duyğuya yox, intuisiyaya aiddir. B-də getdim. İntrovert intuisiya dərs zamanı tez-tez fikirlərini açıq şəkildə səsləndirir, müzakirədə fəal iştirak edir. Introvert sizə müzakirədə fəal iştirak edər? Təbii ki, yox. Getdi C bəndidə. Ekstravert intuisiya mövcud məlumatlarla yola çıxaraq yeni imkanlar və ehtimallar irəli sürür, ideyaları dərhal paylaşır və müzakirəni gələcəyə yönəldir. Görürsünüz, gələcəyə intuisiya. Doğru cavab D bəndidir. İntrovert düşünmə qərar verərkən daha çox insanların hisslərinə və münasibətlərinin qorunmasına diqqət yetirir. Bu düşünməyə aid deyil. Doğru cavab burada D bəndi. Və nəhayət sonuncu 30-cu suala baxırıq. Şəxsiyyət tipi ilə davranış arasındakı uyğunluq hansı variantda düzgün verilmişdir? Ekstravert düşünmə qərarlarını əsasən daxili dəyərlərə uyğun formalaşdırır. Bu ekstravert aid deyil. Getdim. İntrovert duyğu dərs zamanı yeni ideyalar irəli sürür, mövzunu gələcək tətbiq imkanları. Bu gələcəkcə intuisiyadır. Getdi B bəndi. İntrovert intuisiya tapşırıqları icra edərkən konkret faktlar və əvvəl sınaqdan çıxmış üsullara üstünlük verir. Əvvəl sınaqdan çıxmış üsullara introvertlərin hansı idi? Onlar daha çox deməli qərarlarını verərkən daha çox xatirələrinə, şəxsi hisslər vasitəsilə qiymətləndirir. Qərarlarında əsas rolu öz keçmiş təcrübələrindən doğan subyektiv hisslərlə verirlər. Bu hansıdır? İntrovert duyğuya aiddir. İntuisiyaya aid deyil. Bu da getdim. C bəndə də getdim. Ekstravert intuisiya müzakirə zamanı mövcud mövzudan kənara çıxaraq yeni istiqamətlər təklif edir, ideyaları dərhal səsləndirir və dəyişikliklərə açıq yanaşırlar. Doğru cavab D bəndidir. Həqiqətən bunlar belədir. İntrovert düşünmə qrup işlərində təşəbbüs göstərir, tapşırıqları bölüşdürür, prosesi idarə edir. Bu da yanlışdır, çünki introvert düşünmə qrup işlərində təşəbbüs göstərməyi sevmirlər. Ona görə doğru cavab D bəndi.